Əziz qardaşlar, bir maraqlı faydanı diqqətinizə çatdırmaq istəyirəm. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, İnnə haqqən alallahi əllə yərfəə şeyən bihədihi dünya illə vada'a. Həqiqətən də Allahın üzərinə haqdır ki, bu dünyada yüksələn elə bir şey yoxdur ki, enmiş olmasın. Bunu haçan deyir Allah Resulü sallallahu aleyhi ve sellem. Onun bir dəvəsi olur, dəvənin adı Adbə olur. Və o dəvə bütün səhabələrin dəvəsi yarışda keçir, həmçin yarışdıranda ötür. Bir bədəvi bir dəfə öz miniyi ilə gəlir və Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin dəvəsini ötür. Və səhabələr bundan qəzəblənir, onu qınayırlar və Peyğəmbər sallallahu aleyhi ve sellemin yanında da həmin bədəvi məyus olur. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem öz təvəzzükarlığından və dünyada olan Allah Taala'nın dəyişilməz qanunu olaraq bu qaydanı qeyd edir ki, Allahın üzərinə haqdır ki, bu dünyada yüksələn elə bir şey yoxdur ki, enməsin. Bu da onu göstərir ki, əzizlərim, bu dünyada mütləqən yüksəliş yoxdur, mütləqən zəfər yoxdur, mütləqən qələbə yoxdur. Əl-kəməlu lillah, kamillik yalnız və yalnız Allaha məxsus olan bir şeydir. Ona görə bu dünyada insan nə isə itirəndə, nə isə uduzanda, nə isə nailiyyəti əldə edə bilməyəndə və yaxud da o nailiyyət davamiyyətli olmayanda üzülməməlidir. Və bilməlidir ki, bu dünyada yüksələn elə bir şey yoxdur ki, enməsin. Sadəcə yüksəliş vaxtı insan özünü qorumalıdır. Ona görə belə bir misal da var. Deyirlər ki, qartal da yüksəlir, ilan da yüksəlir. Lakin qartal o qayadan süzərək enir, ilan isə sürünərək enir. Yəni eniş ləğuddur, mütləqdir eniş olmalıdır. Kardioqramma kimi qalxır, düşür. Bu dünyada hər birimizin halı belədir. Uca Allah'tan da buyur ki, tilkəl əyyəmun udaviluhə beynən-nəs. O zaman ki, sahabələr Bədirdə qalib gəldilər, Uhudda məğlub oldular. Allah Teala bu ayə nazil etdi ki, biz bu günləri sizin aranızda bölüşmüşük. Yəni bir gün qalibiyyət, bir gün məğlubiyyət ola bilir. Allah Teala kömək olsun. Allah'a emanet.